gün Ayaz bu pətəyi burada kəşf eləmişdi. Onda üstündəki arılar elə bilirdim ölüb. Amma bugün baxıram ki, bunlar canlıdırlar. Bilmirəm tərpənməli, amma mən gördüm. Amma görürsən bunun içində bal olar. Maraqlıdır. Mən bunların belə yabani qoyduğunu da tərpənir. Yabani qoyduğunu bir dəfə görürəm də belə. Herkese salam, kanalıma ve yeni vloguma hoş gəlmisiniz. Bu aralar nəsələ vloglarım tortlarla bağlıdır. Maşallah yığıncaqlarımız çox olur. Yığıncaq da çox olanda tortlar da mənim boynuma qalır. Məncə hamı da elə olur. Əgər ailədə bir nəfər tort bişirə bilirsə, bütün qonaqlıqların, yığıncaqların tortu həmin adamın boynuna qalır. Düzüm ama dedi, bişirmə, əziyyət çəkmə. Özüm alaram hardansa bir tort. Dedim, yox, niyə alırsan ki, elə özüm bişirəcəm. Bu arada yığıncağımız qardaşımın ad günü idi. Biz 4 bacı, bir qardaşıq, yəni ümumilikdə 5 uşaq. Uşaqlığımız təbii ki, çox səs-küylü keçib, yola gedən vaxtlarımız da olub, dalaşdığımız vaxtlarımız da olub. Amma şükür Allaha, indi mehribanlıq bacı qardaşlıqda. Bu arada tortumda elədiyim ən böyük səhvlərdən biri budur. Gərək mən o rəngin hamısını bir dəfəlik töküb qarışdırardım və istədiyim rəngi bir dəfəlik alardım. Hal-hazırdakı krem istədiyim rəng deyil, biraz daha açıqdır, amma kremin teksturası mükəmməl idi. Yəni sıvama çox gözəl olacaqdı. Ancaq ki mən götürdüm, biraz da o kraskanın hamısını boşaltdım ki istədiyim rəng olsun, biraz tünd olsun. O da çox qarışdırdım. Çox qarışdıranda da krem bərkiyir, sıvamaq çətinləşir və belə köpük-köpük qalır. Hər şey yaxşı gedirdi, ancaq bir dənə bu kremdə işləri koradım. Mən qara rəngi suda açdım, qaynar suda və ağ kremə tökdüm və belə olanda boz rəngi alırsınız. Amma kaş ki, yenə də deyirəm ki, bir dəfəlik tökərdim kraskanı ya da ki, qaymaq duru olanda töküb qarışdırardım. Nəysə ki, bu da bir təcrübədir, dərsdir. Yaxşı ki, hələ özümüzkələrinə bişirirdim, yəni qıraq bucağa bişirmirdim. Əsl odur ki, bizimkilər xoş dadı, bəyəndi, amma yenə də mən öz səhvimi ki, bilirəm. Mənim tam ürəyimcə olmadı. Elə baxanda da görsənir ki, sıvamaqda çox çətinlik çəkirəm. Nə qədər su püskürtsəm də o istədiyim hamarlığı ala bilmirəm. Düzdür, mən burada videonu qısaltmışam, tezləşdirmişəm. Baxanda çox da hiss olunmur ki, mən burada tortun üstündə nə qədər işləmişəm. Amma doğrudan da elə mən indi sözün düzü özümdə baxanda deyirəm ki, biraz da tortun üstündə işləsəydim qıraqlar düzələcəkdi. Amma qəti düzəlmirdi. Yəni videonu tezləşdirməyimə baxmayın, heç cürə alına bilmirdi. Axır dedim ki, qoy belə bir şey eləyim, qırağı biraz bəzəkli olsun. Güya ki, özümü vəziyyətdən çıxartdım. Mənim qardaşım şokolad çox sevmir deyə onun zövqünə görə hazırladım. Deməli, tortum limon dolğulu və manqolu idi. İnanın ki, dadı çox gözəl idi. Bizə görə çox gözəl idi, amma bu riskli daddır. Hər adama bişirməyin. Evdə özünüz üçün bişirirsinizsə, hə, bişirin, dadını bilin. Ancaq ki, oturun, mən sizə bişirim, hamı bəyənəcək. Elə bir şey eləməyin. Biz özümüz ümumiyyətlə ailəlikcə limon xoşlayırıq. Limon dondurmaları olsun, desertləri olsun, fərqi yoxdur. Limonu hər bir şəkildə yeyirik və ona görə də bizə tort çox dadlı gəldi. Ancaq ki, mən özüm dadına baxanda bilirəm ki, bu hamının bəyənəcəyi bir tort deyil. Tortumu güc-bəla ilə sıvadıqdan sonra keçdim dekor işinə. Əgər sizin dekorunuz hazırlanıb gözləyə biləcəksə, məsəl üçün də elə dekor var ki, o mütləq tortun üstündə forma almalıdır. Amma elə dekor var ki, qurutmalısınız. Yəni onun fərqi yoxdur, qıraqda da forma ala bilər. Və çalışın ki, tortlarınızı əgər marsipanla işləyirsinizsə, qıraqda bir gün qabaqcadan dekorunuzu hazır eləyin. Onda tortunuzun üstündə daha gözəl və səliqəli düşəcək. Qətiyyən axma olsun, rəng çıxartma olsun, elə bir şeylər olmayacaq tortunuzda. Bizim tortumuz isə bol dollarlı tort idi. İnşallah manifest deyək. Bu da bizim bir manifestimiz olsun. Bu dollarları hazırda satırlar və özünüz vafli kağızında çıxartdıra da bilərsiniz. Mən daha bir də vafli kağızında çıxartdırmadım və belə hazır aldım. Birini səhv eləmirəmsə 10 qəpiyə almışam. Əgər münasib olan yerlər varsa deyin, bilim ki, baha almışam, yoxsa ucuz. Amma birinci dəfə idi belə dollarlı tort hazırlayırdım. Hazırlanması çox sadə imiş, rahat imiş. Yəni görünüşü şıqdır, amma hazırlanması daha rahatdır digər tortlara nisbətən. Qısacası, yəni əgər tort bişirməyə həvəsiniz varsa, bu modelləri də yoxlayın. Bəlkə də sizə adi gələcək, ancaq haçan ki mən tortlarımı paylaşıramsa və yaxud biskvit resepti paylaşıramsa, inanın o qədər gözəl geri dönüşlər alıram ki, və bu məni çox sevindirir. Mən əvvəl çox da fərqinə varmırdım. Hər hansı bir vlogu, blogeri izləyəndə elə baxıb keçirdim. Ancaq ki, gəl zaman, geç zaman özüm kanal açdım, vlog
vloqlar hazırladım, reseptlər paylaşdım. Doğrudan da bu işin məsuliyyətini elə bil ki hiss elədim. Sizin 10-15 dəqiqə izləyəcəyiniz bir vloq üçün kadr arxasında nə qədər əziyyət var, montajı olsun, səsləndirməsi olsun, hələ çəkilişini demirəm. Bu saydıqlarımdan da əlavə ən əsası da izləyicinin etibarını, güvənini qazanmaq. Yəni bu saydıqlarımı əlavə eləmirəm, çünki yəni bu müqayisə olunacaq bir şey deyil. Ona görə də öz özəl və gözəl günündə mənə inanıb, etibar edib, mənim reseptimlə əgər nəsə hazırlayırsınızsa, İnanın mənim səmimiyyətimə ki, mən sizdən daha çox narahat oluram. Həyəcan keçirirəm ki, sizə də yaxşı alınsın. Bu o demək deyil ki, mənim öz reseptimə şübhəm var. Amma olur da soba fərqi olur, un, yumurta fərqi olur. İstəyirəm ki, sizin də bişintiniz gözəl alınsın. Bir də xüsusən də onu qeyd edim ki, mənə direktə yazıb hər hansı bir resepti detallı şəkildə istədikdən sonra o resepti bişirib və mənə geri dönüş edirsiniz. O geri dönüşlərə inanın ki, mən ürəyimi qoyuram, çox sevinirəm, çox sağ olun. Bu səhifəni açandan o qədər gözəl xanımlar tanıdım, gözəl, səmimi, danışığını bilən və bu məni çox sevindirir. Tanıdıqlarımı da tanıdım, tanımadığım çox xanımları tanıdım və inanın ki, o qədər hörmət edirəm sizə, mesajınıza. Sevinirəm ki, ümumiyyətlə belə xanımlar, belə düşüncəli xanımlar var. İndi isə qaydaq tortumuza. Tortumuzun nəhayət ki, dekorunu yığıram. Elə şəkildə necə idisə çalışdım ki, elə də yığım. Tortun modelini anam özü seçmişdi. Daha bilmədim, qardaşıma seçdirmişdi, yoxsa öz istəyi idi. Axır mənə atılan şəkil bu idi. Mən də çalışdım ki, şəkilə uyğun tortu hazırlayım. Sizcə tortum necə alınıb? Oxşada bilmişəm, yoxsa yox? Mənə görə, mənim fikrimi soruşsanız, oxşatmışam, ancaq ki, bir dənə kreminin teksturasını düzgün tutmamışam. Onu da ki, öz səhvimi bilirəm. Kremləri tonlaşdıranda daha diqqətli olmalıyam. Şəkli də qoydum bura. Siz də baxın. Doğrudan da ümumiyyətlə çox gözəl model idi. Mənim də xoşuma gəldi. Yəqin ki, bu modeldən mən bir dəfə də bişirəsi olacağam. Ayaz da burada məni tez-tez yoxlayır ki, görsün mən boş-boş oturmuşam, yoxsa işləyirəm. Zarafat bir yana, elə tortumu hazırladım, videomu bitirdim və telefonu söndürdüm. Bir də baxdım ki, uşaqlar mənim bu tortumun altındakı fırlanan qabım var. Bax onu sındırdılar. Düzdür, elə qopub ki, bəlkə də yapışdırmaq olar. Ancaq ki, mən bunu öyrəşmişəm. Birdən yapışmasa neyniyəcəm? Bu qab mənə hədiyyə olunub, amma qiymətini bilirəm. Münasib qabdır. Sonradan özüm də almışam, hədiyyə eləmişəm, çünki xoşum gəlib. Ancaq ki, başqa bir fırlanan, heç bunların adını bilmirəm, sözün düzü. Başqa belə fırlanan qaba elə bilirəm ki, əlim öyrəşməz, çox hündür olar. Ona görə çalışacağım ki, bu qabı yapışdırım. Əgər siz belə bir kley bilirsinizsə, mənə zəhmət olmasa yazın. Bilim ki, şüşəni şüşəyə hansı kleylər yapışdıra bilər. Düzdür, bunda dəmirdə altında dəmir şüşəyə yapışmalıdır. Əgər elə bir kley varsa, möhkəm yapışan, zəhmət olmasa yazın. Biz artıq hazırlaşmışıq. Gedirik. Tortu da qoyum. Sizinlə birlikdə tortumuz belə. Üstündəkiləri çıxartmışam ki, həm xaladenyaya yerləşsin, həm də ki, qutuya yerləşsin. Ehtiyatla düzəldirik. Bir-iki yenə skoç vuracağım ki, açılmasın. Skoç vurmayanda açılır. Bitər bir cür hazırlaşmışıq dava qırğından. Uşaqlarla nəyəsə hazırlaşmaq zülümdür də, inanırsınız. Necə deyək bunu? Al bayaz. İşte bakın. Güzel. Şimdi 2 dənə yerdən vurdum. Bəsdir. Deməli, bura qoyuram rəqəmlərini. Qardaşımın 24, inşallah 42 olar. 24 yaşı olur. Deməli, rəqəmlər. Şamlarımız. Və evdə 2 dənə fişəng vardı. Onları da götürdüm. Orada şey yeməyə, yandırmalı. Bunu da belə skoçluyum.
Belə verəndə bir dəfəlik belə. Yoxsa skoçlamayım. Yox, qalsın, skoçlamayım. Çox belə. Getdik. Və nəhayət ki, gəlib çatdıq doğum günü məkanına. Bizdə elədir ki, adətən kimin doğum günüdürsə, bütün qərarları o verir. Doğum günü necə keçirtmək istəyir, harda keçirtmək istəyir. Təbii ki, bu bizə aiddir. Amma qardaşıma növbə gələndə heç vaxt elə olmur. Çünki qardaşım doğum günü keçirməyi xoşlamır. Amma mama da deyir ki, biricik oğlum var. Onun üçün mütləq doğum günü keçirəcəm. Ay qız! Değme, değme, değme. Benim kuzum. Ne diyorsun kuzum? Deme, evet. Gel hala sen geçen yıkıtsın. Hala uşaqları oynaşırlar burada. Derya fişe geldik. Geçen yerdi. Bir dəfədir burada oluram düzü. Oturun. Ayak üstüne diyormuş. Məkanın bir şeyi xoşuma gəldi ki, uşaqlar üçün düşünülüb, uşaqlar üçün oyun yerləri çox idi, atraksiyonlar olsun, parkı geniş idi və bu da bizə əlbəttə ki, rahat idi. Təsəvvür edin ki, uşaqlar ilə yeməklərini yedilər, o oyun meydançasında qaldılar. Bir də tortda biz onları götürmüşük. Bu zoom zonasına nəzarət edən nəzarətçilər normal uşaq əyləncə mərkəzlərindəki nəzarətçilərdən qat-qat səmimi, gülərüz və daha diqqətli idilər. İnanın ki, mən özüm, məni tanıyanlar bilir ki, hər hansı bir meydançada, xeyir işdə, hər hansı bir məclisdə falan mənim gözüm ki, uşağı görmədi. Mən narahat olan anayam. İnanın ki, mən orada elə rahat olmuşdum ki, çünki görürdüm, qıraqdan da baxdım, belə də baxdım ki, uşağın üçün heç bir təhlükə yoxdur və sırası da sənə zəng eləyib xəbərdarlıq eləyirlər, ya uşağı qoymurlar çölə çıxmağa qəti surətdə və arxayınlıqla oturub öz istirahətinizi eləyə bilərsiniz. Təbrik edirəm Məhəmməd. Tebrik ederim. Tebrik ederim. Uşaqların səsindən heç bir videonun demək olar ki, səsini verə bilmirdim. Çünki qıraqdan uşaqların səsi o qədər pis düşürdü ki, dedim sizi narahat eləməyim. Burada da tortumu kəsirəm. Tortumun hündürlüyü də ki, maşallah çox. Tortum 6 qatdan ibarətdir. Hər biskviti 3 yerə bölmüşdüm. Həmişə də mənim bişirdiyim tortu elə mənə də doğratdırırlar. Tortumun iç görünüşü də belə alınmışdı. Dolğularımın ikisi də sarı olduğuna görə elə tort sapsarı idi. Deməli mən bir qat eləmişdim. Bir qatına limon, bir qatına mango vurmuşdum. İkisini bir yerdə qarışdırmamışdım. Bu dəfəki doğum günü vloqumu da burada yekunlaşdırıram. Ümidvaram ki, vloqum maraqlı və faydalı oldu. Faydalı olduğunu gələn mesajlarınızdan biləcəm. İzlədiyiniz üçün təşəkkürlər. Allaha əmanət olun. Sağ olun.